Amerika Birləşmiş Ştatlarının Ermənistana 11 milyon dollarlıq müşahidə dronlarının satışını təsdiqləməsi regionda təhlükəsizlik və geosiyasi balansın yeni fazaya keçdiyini göstərir. Bu məlumatın ABŞ-nin vitse-prezidenti James Vance'in İrəvana səfəri çərçivəsində açıqlanması isə xüsusilə diqqət çəkir. Vaşinqtonun bu satışı Rusiyanın hərbi bazasının yerləşdiyi ölkəyə reallaşdırması da önəmli məqamlardandır. Üstəlik bu Rusiya istehsalı silahlardan ibarət Ermənistan ordusunun qərbin texnologiyalarına qapı açması deməkdir. Bu mənada satışı nəzərdə tutulan VBAT tipli PUA-ların texniki göstəricilərinə nəzər salmaqda fayda var. Söhbət Birləşmiş Ştatların Shield AI şirkətinə məxsus VBAT tipli pilotsuz uçuş aparatlarından gedir. Bu vasitələr hərbi texnologiyada ən innovativ dizaynlardan biri hesab olunur və klassik dron anlayışından ciddi şəkildə fərqlənir. Onun əsas üstünlüyü şaquli qalxma və enmə qabiliyyətinə malik olmasıdır. Bu xüsusiyyət drona xüsusi uçuş enmə zolağı olmadan istənilən məhdud ərazidə fəaliyyət göstərməyə imkan verir. Ümumi çəkisi təxminən 56-73 kiloqram arası olan dronun qanadlarının eni 3,8 metr uzunluğundadır. 13 saata qədər havada qalan PUA təxminən 11-18 kiloqram yük daşıya bilir. Maksimal uçuş hündürlüyü təxminən 6000 metr, əməliyyat radiusu isə 130 kilometrdən çox ola bilər. VBAT havaya raket kimi şaquli qalxır, daha sonra üfüqi vəziyyətə keçərək təyyarə uçuşu həyata keçirir. Eniş zamanı isə yenidən şaquli mövqeyə qayıdaraq dəqiq və təhlükəsiz şəkildə yerə enir. Bu texniki imkanlar dronun dağlıq və mürəkkəb relyefə malik regionlarda istifadəsini asanlaşdırır. Dronun diqqət çəkən xüsusiyyəti pərvanəsiz quyruq, yəni ducted fan texnologiyasıdır. Quyruq hissəsindəki pərvanənin qoruyucu halqanın içində yerləşdirilməsi həm təhlükəsizliyi artırır, həm də manevr qabiliyyətini yüksəldir. Bu dizayn drona yüksək stabil uçuş və ani istiqamət dəyişmə imkanı verir. VBAT əsasən müşahidə və kəşfiyyat üçün nəzərdə tutulsa da, real vaxt rejimində dəqiq məlumat ötürmə potensialına malikdir. Bu da Ermənistanın sərhəd monitorinqi və təhlükəsizlik nəzarəti imkanlarını texnoloji baxımdan genişləndirməsi deməkdir. Türkiyəli hərbi ekspertlər hesab edir ki, bu işbirliyi Ermənistanın sərhəd təhlükəsizliyi ilə yanaşı Rusiya və İrana da ciddi mesajdır. Tabii ki bu verilen İHA sistemlerinin amacı Ermenistan sınır güvenliğini sağlamak gibi gözükmekle beraber bu aynı zamanda Amerika Birleşik Devletleri'nin Kafkasları, Rusya'yı güneyden kuşatma, çevreleme, aynı zamanda İran'ı da kuzeyden çevreleme politikasının bir parçasıdır. Çok üst düzeyde bir ateş gücü desteği olan, çok büyük imkan kabiliyetleri olan bir sistemler değildir. Fakat siyasi anlam ve önemi önemlidir. Amerika ile Ermenistan'ın entegrasyon içerisine giriyor olması önemlidir. Digər tərəfdən bu addım Birləşmiş Ştatların Cənubi Qafqazda mövqeyini möhkəmlətmə strategiyasının bir hissəsi kimi də başa düşülür. Ermənistan üçün bu yalnız texniki təchizat deyil, həm də strateji tərəfdaşlıq simvoludur. Yəni 11 milyon dollarlıq dron satışının arxasında texniki tədarükdən çox geosiyasi, təhlükəsizlik və strateji hesablamalar dayanır. Ermənistana satılacaq VBAT dronlarını Birləşmiş Ştatlar bundan öncə bir neçə ölkəyə ixrac edib. Ermənistanın Amerika Birləşmiş Ştatlarından 11 milyon dollara pilotsuz kəşfiyyat aparatları alması müşahidə imkanlarını genişləndirmək və regional çəkindirməni gücləndirmək məqsədi daşıyan qərbyönümlü müdafiə yolunda mühüm addımdır. Bu satın alma Ermənistanın hərbi texnologiyalarının modernləşdirilməsinə yönəlib, həmçinin Amerika Birləşmiş Ştatları ilə daha dərin strateji tərəfdaşlığı ehtiva edir. Bu PUA-lar Ukraynada real döyüş və elektron müharibə şəraitində sınaqdan keçirilib. Niderland və Yaponiya VBAT dronlarını əsasən dəniz və sərhəd müşahidəsi məqsədi ilə alıblar. Hindistan və Rumıniya isə bu texnologiyanı müdafiə, həmçinin təhlükəsizlik nəzarətini gücləndirmək üçün seçən ölkələrdəndirlər. Bundan əlavə VBAT dronları Avropa İttifaqının sərhəd monitorinqində də istifadə olunub.